Yeni tədris ilindən bir sıra məktəblərdə məktəbli avtobus layihəsinin tətbiqinə başlanılacaq. Artıq bununla bağlı işlər görülür. Bunu Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, hazırda layihə sınaq mərhələsindədir. Tıxacın qarşısını almaq baxımından zərurət doğulan məktəblərində başlayacağıq. Mahiyyəti ondan ibarətdir ki, hər bir valideyn, belə deyək, bu avtobuslara əlçatan olsun və övladını istəsə o avtobusdan təhlükəsiz şəraitdə həyata, təhlükəsiz şəraitdə məktəbə göndərə bilsin. Orada mahiyyət bundan ibarət ki, texnoloji olaraq dəstək də buna hazırlanıb. Yəni valideyn bilsin uşağı hal-hazırda avtobusda da düşdü, mindi, yəni müəyyən mənada bu. Bəli, biz artıq sözün düzü, yəni bu tədris ilinin sonuna qədər dediyim kimi bunu pilot eləməyi düşünürük. Yeni tədris ilindən isə kütləvi tətbiqini planlaşdırırıq. Məktəblərin publik hüquqi şəxsə çevrilməsi məsələsindən də danışan nazirin sözlərinə görə bu proses gələcəkdə məktəblərin muxtariyyət əldə etməsi kimi düşünülə bilər. Məktəbin özünün yəni bir hüquqi şəxs kimi formalaşması təbii ki, onun kimliyini də artırır, onun idarə etməsindən təkmilləşdirir. Amma bu gedləsi uzun bir yoldur. Bizim hal-hazırda gördüyümüz sadəcə olaraq transformasiya olaraq bu prosesi həyata keçirməkdir və həmin strategiya da öz əksini tapıb. Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılmasına toxunan Emin Əmrullayev bildirib ki, bəzi elmi müəssisələr birləşdirilərkən ixtisarlar olmayacaq. Hətta optimallaşma ilə bərabər 2 yeni elmi müəssisənin yaradılması da planlaşdırılır. Yeni yaradılacaq 2 qurumun mahiyyəti daha çox layihə əsaslı, yəni tədqiqat layihələrinə əsaslanan və multidisiplinar, yəni bir sahəni deyil, bir neçə sahəni özündə birləşdirən və müxtəlif sahələrin birgə yəni tədqiqatlarına əsaslanan institutlar kimi planlaşdırılır. Nazir həmçinin qeyd edib ki, ölkədə uzun illər elm və təhsil ayrı-ayrı inkişaf edib. Fəaliyyət göstərən elmi təşkilatların əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur. Nazirin sözlərinə görə hazırda Azərbaycanda 150-dən artıq elmi müəssisə var. Lakin ümumi elmi məhsulların sayına baxdıqda elmi müəssisə sayıları arasında ciddi qeyri-mütənasiblik olduğu görünür. Bu məqamda maliyyə və səmərəlilik mövzusu ön plana çıxır. Ölkə üzrə bütün elmi xərcləri böldükdə bir elmi məqalə təxminən 35 min manata başa gəlir. Bu da deməkdir ki, istənilən mövzuda olduğu kimi elmdə də maliyyələşmə önəmlidir deyə nazir qeyd edib. Ruzanə Kərimli, Cəfər Qasımov, Xəzər xəbər.